Uğurlu nəsillər üçün Helen Harper uşaq bezləri, Savuşkin Produkt süd məhsullarının sponsorluğu ilə gün üzü reklamlardan sonra davam edəcək. Vaxtı çatıb səmənlərin. Başlaya bilərsin. Öldür geçsin. Mən sizi düşdüyüm odan çıxarta bilmərəm. Günahkar. Arvadın dözündə güllənir. Bu işdə heç birinin günahı yoxdur. Bu axşam saat 21:30-da. Yumuşaq olması var. Çiftdir. Yumuşaqlıq niyə? Əsas elastikdir. Əsası yersək yaxdırmadır. Xanımlar, elastiklindən danışaq. Xanımlar və cənablar, sayıq zamanı gəldi. Buyurun yemək otağına. Yumuşaqlıq, elastiklik, yüksək hopdurma. Helen Harper, uğurlu nəsil üçün. Nə baş versə də, biz süd sağmağa davam edirik. Çünki Savuşkin Produkt kəsmiyi yalnız təzə süddən hazırlanır. Savuşkin Produkt, daim təzə və təbii süddən. Tapın, bu bazar hara gedirik? Deyəsən heç yerə getmirik. Öskürəyi boş buraxsam, xəstəlik ağırlaşa bilər. Təcili tədbir görmək lazımdır. Doktor Mom siropu müalicəvi bitkilərin gücü sayəsində iltihabı müalicə etməyə, bəlğəmi çıxarmağa, bronxları təmizləməyə kömək edir. Yaxşı ki, hər kəs sağlamdır. Doktor Mom sağ olsun. Anam. Sağaldır ana və Doktor Mom. Bəzən müəyyən günlərdə özümüzü çox rahat hiss edə bilmirik. İndi sənə həm səthi, həm də kənarları ilə çox yumuşaq bir bez göstərəcəm. Necə yəni yumuşaq? Bax, belə, yumuşaq. Seçim sənindir. İllərdir axtardığım bez. Molpet Soft Care. Rəis, uçur solağına gəlməlisiniz. Problemimiz var. Möhkəm soyuq dəymənin sizə mane olmasına imkan verməyin. Teraflunun gücü sizə qrip və soyuq dəymənin 7 başlıca əlamətlərini məhv etməyə kömək edəcək. Teraflu, qrip və soyuq dəymə ilə mübarizədə ekspert. Teraflu, xəstə olmağa vaxtım yoxdur. Düzünü desək, nə problem bitir, nə də söz. Azərbaycan səhnəsinin Topal Teymuru, Qıpçaq Məliyi, Xəlifə Möhtəsimi Hamlet Xanızadənin ailəsi ilk dəfə düzünü desək də, onun həyat yoldaşı sənətkarın ölümündə kimi günahlandırdı? Buna dözə bilmədi. Qızının açıqlaması sizi dəhşətə gətirəcək. Evimiz yıxıldı da. Gülçöhrə Abdullayeva 42 yaşında tək qaldı. O günahı İstəmədim ki, ata-anam öz boynuna götürsün. Valideynlərindən üz döndərən xanım studiyaya gələcək. Bugün də düzünü deyəcəyik. Bax elə burada. Sponsorlarımızı keçməmişdən qabaq yenə də sizin yadınıza salmaq istəyirəm ki, bax, əgər evdə sizdə televizora babələnçində qurğular qoşulmayıbsa, nahaq və əbəs yerə. Şurasındadır ki, məhz ATV Plusun belə CI modulları və yaxud da ki, bu cür çünəcələ televizora qoşulsa, onda 100-dən artıq telekanal əllər bizdən öpür. Özü də rəqəmsal keyfiyyətlə heç bir maniyə olmadan söhbət meteo maniyələrdən gedir. Eyni ilə də binamızın qabağında hansısa bir hündür bina tikiblərsə və yaxud da ki, qaraçuxurda olursa, aşağı yerdə orada telesiqnal qəbul eləmək müşkül məsələdir. Və yaxud ümumiyyətlə hansısa bir problem varsa efir məkanında, bütün bunların hamısını həll eləmək üçün babələnçidən modullardan istifadə eləmək lazım. Və bunu televizora qoşandan sonra və yaxud da ki, belə tüyonları televizora qoşandan sonra bütün siqnalların qəbul olmasına bağlı bütün problemlər dərhal özü yoxa çıxır. Ona görə də 996 zəngilin ya da ki, atvplus.az saytına daxil olursunuz. Bütün sualların cavabını oradan ala bilərsiniz. Uşaqların
müəyyən problemlərini həll eləmək üçünsə Helen Harper uşaq bezləri var ki, tərkibində aloe ekstraktı olduğundan uşağın dərisini bişməcədən qoruyur və bundan başqa çox yumşaq və hopturma qabiliyyəti yüksək olduğundan da gün ərzində əgər siz uşaq bezlərindən, Helen Harper uşaq bezlərindən istifadə eləsəz, onda uşaqlarınız sizə heç bir problem yaratmadan öz işi ilə məşğul olacaq. İşləyəndə təbii ki, bəlli məsələ nəyə nəzərdə tuturam, əgər bezi giyinibsə. Və ona görə də məhz Helen Harper'dən istifadə eləməyiniz məsləhətdir. Savuşkin produkt süd məhsulları bizim qəşəng belə yedizdirməyə doğru meyilli olan məhsullarımızdan biridir, doyuzdurmağa doğru daha doğrusu. Səhərin gözü açılmamış bir stəkan süd və lavaşın içində Savuşkin produktun yağı, onun da üstündə bir dənə qəşəng kəsmik. Əla dürmək hazırlayırsan, vəssalam. Axşama yaxınla ki, bir dənə böyük, bir dənə meyvəli kəsmiyindən yedin, vəssalam, problemi yoxdur. Özünü çox rahat və gözəl hiss edə bilərsən. Səbəbi odur ki, keyfiyyəti əladır. Və keyfiyyəti yüksək olan süd məhsulları da ki, hal-hazırki günümüzdə bizə çox lazımdır. Ona görə də Savuşkin produktdan istifadə edilir. Bu belə. Cavab mənim hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Necəsiz? Vəziyyətiniz necədir? Xoş gördük. Siz nə təsirsiniz? Allahın köməkliyi ilə qaydasında. Özünüzü bu yaşınızdakı kimi hiss edirsiniz daxildə, yoxsa ki cavan, yoxsa artıq deyirsən ki, mənim illərim keçdi, getdi? Daxildə ümumiyyətcə adam həmişə istəyir ki, özünü biraz cavan hiss eləsin. Ümumiyyətcə bu elə kişilərə də aiddir, qadınlara da aiddir. Amma hər yaşında öz gözəlliyi var. Elə bir ki, o cavan vaxtı nəsə bir yaşlı bir insanın hərəkətini eləyirsən, nə bilim, o nəsə alınmır da, başa düşürsünüz. Futbol oynamaq istəyən alınmır. 5 addım qaçandan sonra. Amma inanın ki, çox gözəl mövzu qoymuşsunuz. Bəzən elə olur ki, bayaq qardaşımızda mən eşidirdim deyəndə, tam şərikəm onun fikirləri ilə. Görürsünüz, yaşlı bir insandır, amma özünə elə aparır ki, elə bir ki, 18 yaşı var. Yəni, daxilən o cavan olmaq yaxşı şeydir. Amma o qıraqdan biraz yaxşı görünmür də. Elə bir ki, ümumiyyətcə, hər insanın xasiyyəti də var. Yəni o daxildən gələn, gendən gələn bir ümumiyyətcə insan özünü həyatda aparmağı, necə davranışı bu mümkün deyil. Çünki gendən, qandan gələn bir şeydir bu. Amma elə Sənə gəlmirim ki, bizdə insanlar özlərinə fərq eləməz yaşından asılı olmayaraq, istər cavanı, istərsə qocası, özünə çox qadağalar qoyur deyənə, bizdə hamı belə bir təhər görsənir, yaşla bağlı, həddən artıq çox özü-özünə qadağa qoyur ki, bunu eləsəm nə deyərlər, bunu belə eləməliyəm, yox, mütləq bu belə olmalıdır, yaxşıdır. Bax, bu qadağalar insanı sürətlə qocalmaya aparır, özü belə olmayan kimi, həddən artıqdır bu qadağalar, insanın özünə qoyduğu. Mən, ümumiyyətcə, biz xarici devlətlərdə də çox olunuq. Orada heç kimə fikir vermir, hərə öz işindədir. Yəni, bəlkə də bizdə ondan bağlıdır ki, insanlar elə bir moment axtarırsa, nəyəsə tutsun da. Yəni, onunla bağlı da ola bilər ki, özünə bəzən insanlar qadağa qoyurlar. Ümumiyyətcə, baxır insana da, yəni biz məsələn, sənət adamıyıq. Allah Arif müəllimin canı sağ eləsin, bizim gözəl xanəndəmizin. Biz muğamlarla yanaşı onu həmişə bir özümüzə böyük kimi, bir nətər dərlər, baxmışıq Arif müəllimdən nəysə götürmüşük. Onun həyatda özünü aparmağından, insanlarla münasibətindən. Bilirsiniz, yəni hər insan elə bir ki, yaxşı nə varsa onu götürürsə, onun qazancıdır o. Aydın. Bunu da başa düşdüm. Yaxşı, məndə əlimin altında burada müəyyən testlər var. Psixoloji nöqteyi nəzərdən olan testlərdir ki, insanın yaşını dəqiqləşdirmək, təqribi hadisə dəqiqləşdirmək mümkün olacaq ki, hər halda hər kəsin neçə yaşı ola bilər. Amma bu testlərə keçməmişdən qabaq daha bir qonağımızı dəvət edin. Məhz burada artıq psixoloji məqamlardan söhbət getdiyindən psixoloqa ehtiyacımız var. Həmişə olduğu kimi. Babək Bayramovu dəvət edirəm. Buyurun. Getmə dayan bir sənə sözüm var. Gəlin saf et gör nə qədər gözəllərdə gözüm var. Aman vermə irləri, nədə geçsin heç yerə. Cavanlığın gülsün ömrümə. Ay cavanlığın getmə dayan bir sənə. Babəkəm, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Salam sizi və bütün xalqımızı salamlayıram İlqar müəllim. Nə tərsiz? Allahın köməkliyi ilə. Hər dəfə sizə baxanda, belə illatı gözlərinizə baxanda məndə elə təəssürat yanır ki, siz misal üçün problemsiz qalxıb futbol da oynaya bilərsiniz,
Əlbəttə ki. Bilirsiniz, bir şey demək istəyirəm. Osman Sarıvəllinin gözəl bir şeiri var. Deyir, söz şairin ürəyində, güc pələngin biləyində, pəhlivanın dizindədir. Heç əlinə alma əsa, yanlarını basa-basa, hər kim 100 il yaşamasa, günah önün özündədir. Yəni, insan həyatı boyu bu anadan olandan yaşlanmağa başlayır. Yaşlanmaqla qocalmağı eyniləşdirmək olmaz. Bunlar fərqli-fərqli bir şeylərdir. Çünki biz həyatımızın hər günün bir gün daha bu dünyada az yaşayacağımız mənasına gəldiyi bir mənanın içərisindəyik. Elə deyilmi? Çünki biz biyoloji olaraq yaşlanırıq, bir də var xronoloji yaşımız. Xronoloji yaşla biyoloji yaş bir-birlərindən fərqlidir. Bayaqdan mən söhbət edirəm, hörmətli ekspertlərimiz çox gözəl söhbətlər edirlər, dinləyirdim mən oradan da. Yəni, həqiqətən də elə insan var ki, yaşından çox cavan görsənə bilir və yaxud da ki, insanlar var ki, yaşlarından çox yaşlı görsənirlər. Bu nə ilə əlaqədərdir? İnsanın davranışı və həyat tərzi. Məsəl üçün, mən örnək göstərmək istəyərdim yoqaları. Yoqlar Hindistanda 50 yaşındakı yoqlar 20 yaşındakı kimi cavan görsənə bilirlər. Hansı ki, Tibetdə və yaxud da ki, təbiətin önündə daim fiziki hərəkətlərlə, hansı ki, onları daha gənc saxlayan qidalanma və iqlim mühiti o vəziyyətdə. Düzdür, indi megapolisdə istədiyimiz bu şərtləri ala bilmərik. Bəzi nə qədər də yaxınlaşsaq, yəni o şəraiti uyğunlaşdıra bilmərik. Amma yenə də əlimizdən gələnin ən yaxşısını ortaya qoymağa çalışa bilərik. Məndə müəyyən testlər var. Bir testi, məhz ruhumuz neçə yaşındadır. Bunun müqabilində, bu testin müqabilində təqribi eləmək olar şeydir. Düz, lap belə demirəm ki, elmi cəhətdə təsdiqlənmiş bir şeydir. Amma təqribi də. Mən bir hamıya paylamaq istəyirəm bunu. Və bir də burada hərfləri yavaş-yavaş tələsmədən suallara cavab verərək, axırda bizim psixologumuz onu hesablayacaq və o deyəcək, artıq psixologun özündən yan keçirəm. Bu testdir, adi bir testdir. Mən oxuyub kömək eləyərəm, Sarif mənim, narahat olmayın. Hələ ki, Cabir mənim bir balaca baxsın, onu dəqiqləşdirsin. Amma Arif mənim, bir məqam var. Sizin, Arif mənim, o heç o mən oxuyacağım, problemdir. Düzdür, istər səhnədə, istər həyatda, istər hətta studiya arxasında mən gördüm ki, telefonla necə zarafatla danışırsınız, studiyada olanda necə ürəyiniz açıq olur. Amma gözlərinizə baxanda baxıram ki, tamam başqa bir Arif var. Arif var. Burada sanki iki Arifi görmək mümkündür. Bir, gözdən oxunan Arifi, bir də ki, belə real həyatda gördüyüm Arifi. Və gözünüzə baxanda məndə belə təəssürat yanır ki, sizin yaşınız 450-460 olar təqribən. Ümumiyyətlə, mən onu demək istəyirəm ki, insan hansı yaşda olursa olsun, öz daxili təsdiqini müəyyənləşdirir. Daxili, yəni təsdiqi ondan ibarət ki, o özünü necə hiss edirsə, necə biruzə verməyi bacarırsa, o məqamların aslı vəziyyətlərini gizlin saxlayır. Düzdür, nə qədər biz dərdimizi, fikrimizi gizlin saxlasaq, bu hardasa özünü biruzə verir və göstərir. Ola bilər, gözdə bu biruzə verilir. İnsan, elə bir insan yoxdur ki, onun dərdi, kədəri, qəmi olmasın. Onu o danışığında şux ola bilər, hərəkətində şuxluq meyilli ola bilər, amma hardasa nəsə onun daxilində onu çəkən məqamlar var. O çəkən məqamı, yəni durum strukturunda biruzə verə bilmir. Amma gözlər artıq onu biruzə verir. Yəni danışığın tembri, danışığın mənası, danışığın dialekti anlamı insanda olan və çox gözəl düzdür ki, insanı danışıqla onun necə adam olmağını müəyyənləşdirmək olur. Onun danışığında olan xəbisliyi bilinə bilər. Danışığında olan məkirli münasibəti aydınlaşdırma olar. Bu, psixoloji məqamları müəyyənləşdirən psixoloqlara aiddir. Amma yəni insanın özündən asılıdır ki, o özünü necə, hansı duruma yəni nəsib eləyə bilir. Yəni aparıb yönəldə bilir. Olubmu ki, bu yaşla bağlı 65-ə gəlib çatırsınız, yaş 65-ə gəlib çatdığından nədənsə
Tez-tezlə. 65-i gəlib çatdığınızdan olubmu ki, 65 ilə bağlı hansısa 65 yaş sizə imkan verməyib ki, hansısa bir addımı atasınız, istər səhnədə, istər həyatda, 65 imkan verməyib sizə. Hayır, elə bir məqam... Ayıbdır cəmaat nə deyər, 65 yaşım var, ayıbdır cəmaat nə baxar. Yox, indi insanın özündən 65 yaşında ağsaqqal belə şey eləməz. Bilirsiniz, nətərdir? İlqar müəllim, çox maraqlı bir şeydir. Yəni, hərə özünə xələl gətirən cəhətlərdən gözləməlidir. Sən bilirsən ki, sənin 65 yaşın var və 60 yaşın var, sən elə bir hərəkət eləməlisən, elə bir söz deməlisən, elə bir münasibət göstərməlisən ki, sənin orada səhv etməyin ixtiyarın yoxdur. Çünki sən artıq dünya görmüsən və sən həyat görmürsən, bu həyatı hiss eləmsən, həyat səni silkəliyib, küləyin məqamı ilə səni o yan bu yana çırpıb və o çırpmalarda sən əgər bir nəticəyə gəlməmisənsə, əgər sən bir şey götür-qoy eləməmisənsə, əlbəttə sən o yaşında səhv eləyəndə utanmaq məqamı sənə qismət ola bilər. Aydın. İlhamə xanımın çox gözəl bir mahnısı var əslində qalsa, yaşın nə fərqi var ki? Bir qayda ola deyirlər ki, həmin o insanın yaşı çox olanda artıq ən birinci o sevgidən kənar dayanmalıdır ki, əstağfurullah, olmaz. Amma İlhamə xanım deyir ki, yox, yaşın nə fərqi var ki, dəxli yoxdur. Təbiidir. Bilirsiniz, mən burada bir şeyi xüsusən vurğulamaq istəyirəm ki, insan deyir ki, son xatirələri qədər yaşlıdır. Son xatirələri qədər. Bir də hansı yaşda olmağın önəmlidir. Önəmli olan insanın özünün hansı yaşda hiss eləməsidir. Bilirsiniz, elə insanlar var ki, həyatının irəli çağlarında, 60-70 yaşlarında artıq həyata fərqli bir gözlə baxa bilir, enerjik bir ruhla baxa bilir, dil öyrənməyə başlayır və yaxud yeni bacarıqlarla məşğul olmağa başlayır, idmanla məşğul olan yaşlılarımız çoxdur, hansı ki həyatla daha sıx bir təmasda olmaq istəyir. Biz bəzən fikirləşirlər ki, yaşlanmaq insanı qorxudur. Bu əslində belə deyil. Doğru düzüz yaşamamaq insanı qorxudur. Bilirsiniz, insan müəyyən bir məqama gəlib çatandan sonra çönüb arxaya baxdıqda nələr eləyib, nələr eləmədiyi, yəni bu həyatda mənalı bir iz buraxmadığı çox önəmlidir. Əgər o orada iz buraxa bilməyibsə, yaşadığı həyata heyfsilənə bilər. Çünki elədiklərindən çox eləmədikləri üçün peşman olacaq insan. Elə deyil? O vaxtı itirdiyinə görə, Maksim Gorkinin də belə bir gözəl sözü var, deyir, həyatını, vaxtını, ömrünü elə keçir ki, arxaya baxanda onların mənasız, dəyərsiz, vecsiz olmasını görüb heyfsilənməyəsin. Zörə xanım, Əli Mir Əliyev konkret olaraq mənim üçün həmin o insan maraqlıdır da. Hər dəfə onun efirə gələndə ondan nəsə gözləmək olar və hətta gözləyirik. Bəlkə də daha çox ondan nəsə gözlədiyimizə görə efirə dəvət edirik bu şəxsi. Yaşı ilə bağlıdır, həyat tərzi ilə bağlıdır, yoxsa bu adam həqiqətən də qanunda var bu, yoxsa sırf efirə görə belə bir insandır? Əli necə var, elədir. Hər yerdə? Elədir, çünki ailədə də göz açıb elə görüb. Əli aqressivdir, amma nə danışır, düz danışır. Sadəcə fikri sakitcə çatdıra bilmir. Ona da gəlir ki, onu heç kim eşitmir. Ədəbi dildə çatdıra bilmir, loru dildə danışır, qışqıra-qışqıra danışır. Amma həqiqəti danışır. Əli bir dənə yalan danışmır. Amma emosionaldır da, bu da belədir. O deyir ki, mən göz açıb evimizdə söyüş görmüşəm. Atam da söyüş söyürdü, anam da. Bu əlini indi biz necə dəyişə bilərik? Deməli, məhz gözünü açıb belə gördüyünə görə ona bunların hamısını bağışlamaq mümkündür və bunun yaşa heç bir aidiyyatı yoxdur. Əli hərdən müdrikləşir. Hərdən? Hərdən müdrikləşir. Bilirsən, görünür, Əli də özün 18-15 yaşında hiss edir. Görünür, onun ruhu cavandır. Əli yaxşı da sənətkar idi. Yaxşı, indi bilirəm, mən heç də demirəm, sənətinə qətiyyən heç bir şübhəm yoxdur. Mənə maraqlı olan məqam başqadır. Şurası da ki, əgər insan özü belə aparırsa, deməli ona hər şey bağışlamaq olar, yoxsa necə? Yox, bilirsiniz, Bəx Arif müəllim dedi ki, insan danışanda bilinmək olur o kimdir, xeyr. Elə insan var ki, elə cilidə girir, elə ədəbi dildə, elə arator insanlar var, Allah vergisi. Amma daxili xisləti elə pisdir o adamın. İnsanı danışığı ilə tanımaq qeyri-mümkündür.
Yaxşı. Biz indi testləri düzdür paylamışıq. İndi bir test artıq hazırdır. Məsələn, Cabir müəllimin testi birazdan hazır olacaq və Zöhrə xanım da birazdan həmin o testdə cızmaqara ilə düz. Hə, beyində var. Çox gözəl. Onlar da hamısı əla. Baba, şu an bir balaca üstünüzə iş düşəcək. Deməli, onları hesablayarsınız. Bilirsiniz o sistemi. Zöhrə xanım da bir dənə zəhmət olmasa onların hamısını qaralayarsınız. Hansıdır, nədir, nöşündür, niyədir, necədir. Və onda həqiqətən də bizim qonaqlarımızın daxili o ruhən neçə yaşı varsa, bu onlar çox maraqlı gəlir mənə. Onların hamısını yoxlamaq olar. Mən də özümü çox istəyərdim yoxlayayım, amma məndə maraqlı nədir? Deməli, beynimə niyə görürsə girdi ki, bir dəfə gedim futbol oynayayım bu yaxınlarda. Birinci dəqiqədə hələ, necə ki dilim sallandı, başa düşdüm ki, yox, bu artıq o deyil. Həqiqətən də. Amma hərdən bir olur da görürsən adam cavanlıq eləmək istəyir, özü Vüqar Şəfiyev yaşında hiss eləmək istəyir. Sonra başa düşürsən ki, yox, Vüqar Şəfiyev yaşında hiss eləmək üçün hələ Vüqar yaşda olmaq lazımdır. Belə, isə keçirik bir dənə yenə də bizim reklamlarımıza. Reklamlardan sonra artıq həmin hesablama işlərini qutaraq, onda çox maraqlı bir nəticələr əldə edə bilərik. Getdik. Çılmanlığım getmədə yan bir sənə sözüm var. Gəlin saf et gör nə qədər gözəllər də gözüm. Uğurlu nəsillər üçün Helen Harper uşaq bezləri, Savuşkin Produkt süd məhsullarının sponsorluğu ilə gün üzü reklamlardan sonra davam edəcək. Problemdən qaçmaq həll yolu deyil. Əksinə. Zaur Baxşaliyevin adını açıqlamaq istəmədiyi xalq artistinin qızı danışdı. Bir qəzanın qurbanı olan və yataq xəstəsinə çevrilən oğuldan ata niyə üz döndərib? Bu körpələrin taleyi hər kəs üçün müəmmalı qaldı. Onların oxşar dərdi sizi də sarsıldacaq. Verilişin sonunda studiyaya gələn xanım aşıq kimdir? Gözləri tutulan bu sənətçiyə əlac varmı? Bugün hər zaman olduğu kimi burada öz aramızda görüşəcəyik. Bizimlə qalın. Nə baş versə də biz süd sağmağa davam edirik. Çünki Savuşkin Produkt kəsmiyi yalnız təzə süddən hazırlanır. Savuşkin Produkt daim təzə və təbii süddən. Ayaqlarım yorulur, ağrıyır, sızıldayır. Varikozun ilk əlamətlərində Traksivazin, şiş və ağrıya qarşı gel və damar divarlarını möhkəmləndirən kapsullar. Traksivazin həmişə ayaq üstə. Signal brendi bilir ki, stomatoloqlar diş sapı və ağız yaxalayıcısından istifadə etməyi tövsiyə edirlər. Bu tövsiyələrdən ilhamlanıb, stomatoloqlarla birgə Signal Expert Protection diş məcununu hazırladıq. Diş sapında olduğu kimi, onun da dişlərin arasını dərindən təmizləyən effektiv mikrogranulları var. Və ağız yaxalayıcısı kimi, o da bakteriyaları azaldan sinklə zəngindir. Yeni Signaldan Expert Protection, qabaqcıl siqnal müdafiəsi. Qarında artıq qazların yaranması və köpmə? Espumizan bağırsaqdakı qazların miqdarını azaldır və özünə inamı qorumağa kömək edir. Səs-küy gəlsə qarından, qəbul et Espumizan. Bu jaketdən daha artığıdır. Təravətli və yumuşaqdır. Tam mən istəyən kimi. Parçaların qayğısına qalan Lenordan istifadə edin. Mükəmməl təravət və yumşaqlığa nail olun. Qonşularınızı təəccübləndirəcək paltarlardan həzz alın. Bunu o yuyub. Lenor, camaşır yumadan daha artığı. Vətən, torpaq və şəhidləri ilə ucalır. Faciələr tariximizə nələri qazandırdı? Aydın Mirzəzadə, Şəmistan Əlzamanlı, Elnur Zeynalov, Hüsniyyə Mürvətova ilə 25 illik tarixə birgə nəzər salacağıq. Bu axşam saat 19-da gündəlikdə. Vaxtı çatıb səmənlərim. Başlaya bilərsin. Öldür getsin. Mən sizi düşdüyüm odan üçün ata bilmərəm. Günahkar. Arvadın dözündə güllənir. Bu işdə heç birinin günahı yoxdur. Bu axşam saat 21:30-da. Səssiz epidemiya, yoxsa gizli dünya? Bunlar nəfəsdən, üstü cızılmış, elə sağlam dəridən də keçə bilərlər. Parazitlər haqqında bilmədiklərimiz. Biz nə qədər istəsək belə, öz dövrünü yaşadığı müddətdən tez qova bilməriyik. Cavanlaşan oynaq xəstəliyi. Hər kəs idmançı olmaq məcburiyyətində deyil. Amma bədən tərbiyəsi
ehtiyacdır. 21 yanvar saat 12'də Çox Yaşada. Şekillerden geçmişlere boylandım. Baktıkça ben şekillere doymadım. O çağları çiçek açmış bahardım. Hatırladım illeri. O çağları çiçek açmış bahardım. Hatırladım illeri. Çok uçur indi hasret kalmışam. Cansız kalıp yadigar. Bakışlarda intizar var, intizar. Hatırladım illeri. Bakışlarda intizar var, intizar. Hatırladım